Əziz dostlar, bazar dəyərindən 20.000 manat düzuna təklif olunan, bax belə bir əla 4 otaqlı həyət ev çəkib sizlərə göstərirəm. 3 sotda inşa olmuş möhtəşəm bir 4 otaqlı evdə hazır köçəşi evdə bir sıra xərclər artıq qarşılanıb. Həyətyanı sahəni göstərəcəm sizə. Bax burada göy göyərti, xiyar, pomidor hər bir əkilib, ev sahibinin özündə də baxmaqdadır, nəzarət altındadır bu hissələr. Giriş qapısını görürsünüz. Yeni Bakı yaşayış kompleksində Qurtuluş 93 olduqca yaxın bir məsafədə yerləşir. Evin çöl görünüşü olduqca yaxşıdır. Sağına və arxasına keçid etmək mümkündür. Hər tərəfdən deməli 1 metrdən artıq məsafə gözlənilib. Terrası da nəzərdə tutulub, mətbəx mebeli yığılıb, sanuzol aksesuarları yığılıb. Bax, evin çölünə bir daha fikir verək. Bax, dəyərli dostlar, həyətyanı sahə bu qaydadadır. Bir daha baxaq. Masazır qəsəbəsində yerləşir. Yeni Bakı yaşayış kompleksinin arxasında tam yaşayışlı əla bir ərazidə 2 yanaşı fərqli proyektdə olan evlərimiz var. Hər ikisini sizin üçün ayrıca təqdimat edəcəm. İstiqamət olaraq düşür Monza Şadlıq Sarayının arxasında. Bax, bu bina Masazır mərkəzdir. Görürsünüz, Böyük Arazın yanı. Bu evdən bir 100 metr solda asfalt küçə yerləşir. Asfalt küçənin bir 100 metrliyində yerləşir. Gəlin evi daxilinlə tanış edeyim sizləri. Bax, burada teras hissə, görürsünüz, mətbəx hissədən terasa çıxış qoyulub. Evdə deməli döşəmə hissə tamamilə monolit betondur, hörmətli dostlar. Hardasa 2 metr enliyində dəhliz hissə mövcuddur. Çox gözəl formada təmir olunub. 4 otaqdan ibarətdir, 130 kvadrat metrdir. Bax, solda yerləşir evin mətbəx sahəsi. Mətbəx mebeli yığılıb, mətbəxdən terasıya çıxış qoyulub, qaz xətti daxil edilib. Kommunallar mövcuddur, bütün sayğaclar quraşdırılıb, mərkəzi kanalizasiya var. Və sol hissəyinə davam edəndə deməli ümumi qeyd etdiyim kimi 4 otaqdan ibarətdir. Burada belə bir yataq otağı. Yalnız istipoldur, radiator alınmayacaq. İstipolun kollektor xətləri buradadır. Hər otağın sanuzelin, dəhlizin, mətbəxin xətləri ayrı-ayrılıqda qoyulub, quraşdırılıb. Bax, burada növbəti belə bir yataq otağı evin arxa tərəfi ilə metr yarımlıq məsafəsi saxlanılıb. Pəncərələr, arxa pəncərələr evin öz həyətyanı sahəsinə baxır. Bax, bura sanuzel aksesuarlarla tam olaraq təchiz olunub. Əlavə olaraq burada deməli ümumilikdə 3-cü yataq otağı. Görürsünüz, radiator nəzərdə tutulmayıb. 50-50 karkaz beton üzərində inşa olunub. Ümumi mərtəbənin yekununda beton kəmər atılmış əla bir evdir. Bax, burada yerləşir zal hissə. Zal hardasa 30-35 kvadrat metr sahəyə malikdir. Belə bir zal hissə. Evin qiyməti qeyd etdiyim kimi minimum 20.000 manat bazar dəyərindən aşağı təklif olunur, dəyərli dostlar. Minimum 20.000 manat aşağı qiymətə təklif olunur. Bu proyektlər 148, 150, 155 min manatdan olduğu halda, bax, bu evi mən sizə hazır köçəşə vəziyyətdə təqdim edirəm. Cəmi 128 min manata, dəyərli dostlar. Cəmi 128 min manata bazar dəyərindən 20 min manat ucuzuna, hörmətli dostlar. Bax, evimizin çöl görünüşü bu qaydadadır. Daha ətraflı məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəm 077 744 36 33. Hörmətli izləyicilər, növbət təqdimatlarda görüşərik, hələlik.